Salam dostlar. Bugün biz Polşada tətil günləridir, yazıq tətil günləri. Bundan istifadə edərək Varşavadan digər şəhərlərə kiçik səyahətimiz olacaq. Krakovda, Katowicə və ailəmlə çıxmışam. Bu qızım Raisanın Varşavadan kənara ilk çıxışıdır. Gedirik Krakova və gördüyünüz kimi bax belə bir yerdir. Ailəvi qatarla səyahət eləmək istəyənlərə məsləhət vermək istəyərdim. Ailə bileti alın, yəni tək adam, hər adama görə almayın. Yaxınlaşın kassaya və yaxud da ki informasiya bölməsinə həmişə bütün vağzallarda Polşada və deyin ki biz ailəvi bilet almaq istəyirik. Elə olarsa çox ucuz başa gələ bilər. Hətta gediş və geri qayıdış biletini əvvəldən alsaz çox münasib qiymətə başa gələ bilər. Bunları həmişə nəzərinizə alın. Ümumiyyətlə düşünə bilərsiniz ki, bizdə ailə sayı artdı deyə, daha doğrusu ailə üzvlərinin sayı artdı deyə xərclərimiz də çoxaldı. Elə deyil. Çünki burada biletlərdə və bir çox şeylərdə güzəştlər var. İnsanlar da böyük ailəni saxlamaqda çətinlik çəkmirlər burada. Qızımızla ilk dəfə səfərə çıxdıq. Xoşbəxtliklə özünü yaxşı apardı və biz dostlarımızla artıq Krakova gələn kimi görüşdük. Ailəvi dostlarımızdır bizim. Səyahətimiz davam edir. Aha, tiktokerlər yığışıblar. 100% tiktoka çəkirlər də, başqa. Aprel ayı olmasına baxmayaraq, yəni hava çox istidir. Deyilənə görə Polşa tarixində ən isti aprel ayıdır. Azərbaycandakı o istini yaşamışam deyə buradakı isti o qədər də mənə təsir eləmir. Hamının üzü gülür, hamı xoşbəxtdir və istər-istəməz bu mənə də təsir göstərir. Həftə sonudur, ələxüsusda bayram günləridir. Bunlarda Pasxa bayramı və digər bayramlar bir-birinə qarışıb. Tez-tez gəldiyimə görə də deyə bilərəm ki, burada həddindən artıq çox əcnəbi var. Və hər il bir statistika çıxır turistlərlə bağlı. Krakovda ən çox turist qəbul edən Polşa şəhəri hesab olunur. Gdansk, Krakov adətən bu şəhərlər yüksək yerləri tutub. Arada şəhərin tam mərkəzində atla araba xidməti də göstərilir. Çox sayda xarici tələbələr də təhsil alır. Eyni zamanda xarici vətəndaşlar işləyir, çalışır. Atların gözəlliyinə bax. Və çox sayda at arabaları var. Həqiqətən də şəhərə gözəllik verir. Turistlərin də diqqətindən yayınmır. Əladır. Sanki at arabalarının paradıdır. İçəri şəhərə oxşuyur deyilmi? Burada Krakovun əsas küçələrindən biridir. Eyni zamanda qədim küçələrindən sayılır. Yəni Varşava ilə müqayisə eləyəndə Krakovda tarixi tikililər daha çox qalıbdır. Çünki Krakov 2-ci Dünya müharibəsində çox da zərər görməyən bir şəhərdir. Amma Varşava ümumiyyətlə yer üzündən silinmiş bir şəhər olub. 44-cü ildə qoruyur. Ona görə turist cəlb eləmək baxımından problemi yoxdur. Varşava isə tarixi tikililəri yenidən bərpa eləməyə çalışdı. O effekti vermədi təbii ki. Bu da qalacağımız oteldir Krakovda. Və salam, otelimizdəyik. İndi gedirik dincələk, daha sonra yenə də çıxarıq, biraz gəzişərik. Raisa, necəsən? İlk səyahəti də həyəcanlıdır. Otaq nömrə 220. Gedək görək başımıza nə iş gəlir. Bu da iki böyük, iki balaca üçün otaq.
Televizor, yataq, qəşəng. Və otellərdə ən çox sevdiyim hissə səhər yeməyidir. Bezilmit səhər yeməyidir, istədiyini seçirsən. Havalı. Çox qəşəng. Raysa da xoşbəxtdir. İlk səyahətidir. Dostlar, oteldə yerləşdik və təsadüfən ailəvi dostlarımızla görüşdük. Yəni bu planlaşdırılmamış bir görüş idi və onların digər ailəvi dostları Məcid bəy və Arzu xanım, deyilmi? Hamınızı xoş gördük. Çox şad olduq tanış olmağımıza. Dostlar, Krakovda gəzintimizi davam elətdiririk ailə ilə birgə. Və Krakovda yadınızdasa bir neçə il öncə mən Azərbaycanlıya məxsus bir burger məkanı çəkmişdim. Gogo Burger. Baxın, Gogo Burger. İndi yenə də o məkana üst tuturuq. Bir qədər dəyişikliklər var. Sürpriz dəyişikliklər. Gedək görək içəridə həqiqətən də dəyişənlər. Salam əleykum. Necəsiz? Yorulmayasınız. Salam. Qardaş da Azərbaycanlıdır 100%. Yorulmayasınız. Allah. Burgerin iyisi şəhərin mərkəzindədir. İllər öncə çəkmişdim bu məkanı. İndi nəsə dəyişikliklər var. 3 il olar, eləmi? 3 il ərzində çox şey dəyişdi. Çox şey dəyişib. Elə özünüz də dəyişibsiniz. Mənə 24 karat qızıldan ibarət yeni xüsusi burgerdir. Adı da Coco Gold. Havuzda gedəcək. Həqiqətən də qızıldır. Yəni biz zarafat Yox, həqiqətən qızıldır bəli. 24 karat. İçində də qızılın dadına baxacaq. Çox təşəkkür. Qaraq soğuk. Necədir Murat? Gogo Burgerdə qızıl burgerin dadına baxandan sonra qızıl insanlar kimi Krakovda səyahətimizi davam elətdiririk. Yəni əlimiz, ağzımız, dişimiz qızıldır. İnanılmaz. Hava da çox gözəldir, turistlər də çoxdur. Özdə bu il gözlənilir ki, çox sayda turist gəlsin Krakova. Mən sizə məsləhət görürəm. Əgər buradan kənarda yaşayırsınızsa, mütləq bu şəhərə baş çəkin. Çox maraqlı şeylər gözlənir sizə. Çox sayda yenə də Azərbaycanlılar yaşayır burada. Düzdür, Polşada ən çox yaşayan soydaşlarımız bildiyim qədərlə Varşavadadır. Krakovda da az deyil. Həm təhsil alanlar var, işləyənlər var. Yəni ara sıra rast gəlinir. Burada da çox sayda dostlarımız var. İmkan olduqca hamısından görüşməyə çalışırıq. İndi kimlə görüşməsə intiməsinlər, xahiş edirəm. Püşkatma yolu ilə hamı ilə yavaş-yavaş görüşməyə çalışırıq. Səhərdən görürəm İngiltərədən, İspaniyadan turistlər axın-axın gəlir, avtobuslar tuturlar, gəlirlər. Fransadan, İspaniyadan, digər daha böyük ölkələrdən gələnlər üçün Polşa ucuz ölkə sayılır həm də. Həm gəzirlər, həm istirahət edirlər, həm ziyarət, həm ticarət edir. Dostlar, sual yarana bilər ki, bəs ailəvi gəzmək çoxmu xərclidir Polşada? Sən tez-tez gəzirsən, bu sənə nə dərəcədə uyğundur, xərclər və s. və s. Baxın, Polşada birinci növbədə uşaqlara sosial yardımlar var. Bu hardasa müəyyən qədər sənə köməkdir. Polşada minimum maaş alsam belə, o elə hesablanıb ki, qidalanmağına, yaşamağına, ümumiyyətlə də və digər xərclərinə kömək olur. Yəni bunu sadəcə ağıllarına gəlib qiymət qoymurlar. Bunlar hamısı bazara uyğunlaşdırılır. Daha sonra bəzən dövlət hətta ailəlilərə güzəştlər eləyir, çox ucuz qiymətə və yaxud da ki, pulsuz şəkildə dincələ bilsinlər. Bax, belə imkanlar da yaradılır. Sənin ümumiyyətlə səyahət eləmək fikrin varsa, yəni sən başqa lazımsız şeylərə pul xərcləyirsənsə, sən bunları gözə almalısan. Onlara xərcləmirsən, yığırsan o pulu və çıxırsan, səyahət edirsən. Ziyanlı vərdişlər olsun və s. digər xərclər sən hesablasan, sən nəinki Polşa daxilində, hətta qıraq yerlərə də gedib, qəşəng yerdə istirahət edə bilərsən. Gününü
yadda qalan eləyə bilərsən. Ona görə dostlar, heç vaxt səyahət eləməkdən çəkinməyin. İmkan varsa gəzin, həm dünya görüşünüz artacaq, əhval-ruhiyyəniz dəyişəcək, həm də sizin uşaqlar daha da inkişaf etmiş olacaqlar. Bu gün Krakovda hava çox istidir. Ona görə burada mərkəzdə Rınek deyilən yer var. Ora gəlmişik, bura çox sərindir. Həm də maraqlı görüntülər də var. Yəni ümumiyyətlə Krakovda gəziləsi, görüləsi çox yerlər var. Sadəcə buna 1-2 gün bəs eləmir. Ən azı bir həftəniz lazımdır ki, Krakov başdan ayağa gəzəsiniz. Raysa bu qədər insan içərisində ilk dəfədir. Ona görə reaksiyası çox maraqlıdır. Hər kəsə belə heyrətlə baxır, yəni bu qədər adam. Belə Raysa. Titanik mahnısı Krakovda. Və Krakovda ən populyar yerlərdən biri və turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri də Vavel qalasıdır. Çox möhtəşəmdir. Hər dəfə Krakova gələndə, yəni bura baş çəkirik. Raysa Krakovda özünü çox yaxşı hiss eləyir. Xoşbəxtdir. Arada maraqlı səslər də çıxardır. Ay sən yerərəm ay qız. Topmuş. Şokolat, şokolat. Hop, 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 hop. Baxın dostlar, Krakovda yaşayan Azərbaycanlılardır. Bax, orada da, burada da Azərbaycanlılardır. Dostlar, belə uzaqdan gördüm, elə suya düşdünüz. Nə məsələ idi sizdə? Qəza elədik. Qəza, həqiqətən? Hayır, suya yıxıldıq. Dedi ömrümüzdə şans bizə bir də olmayacaq. Yəni, ona görə təzdən özümüzü atladıq suya. Hə, əsas odur ki, sağ-salamat. Əla, əla. Əsas odur, üzə bilirsiniz də? Bəli, bəli. Xoş istirahətlər hər birinizə. Sağ olun, sağ olun. İndi də Krakovdan Katowice gedirik. Orada da sürpriz görüşlərimiz olacaq. Eyni zamanda Krakova gəlmişkən Katowice yaxını deyim, oranı da səyahət eləmək istəyirik. Çox qısa vaxtımız var. Katowice'də yatıq və gedirik. Bir maraqlı yer var ora. Hazırda mərkəzdəyik. Mərkəzdə əməlli başlı can lambalar. Baxmayaraq ki, bayram gedir, insanlar evində istirahət edir. Amma kifayət qədər insanlar var. Görünür əksəriyyəti turist. Və küçə musiqisi də öz yerində. Katowice balaca şəhər olsa da burada çox maraqlı yerdir. Yəni burada da çox sayda dostlarımız var. Ümumiyyətlə Azərbaycanlılar az deyil. Və onların da danışığından da bilirəm ki, Katowice'də imkanlar genişdir. Ümumiyyətlə bu tərəflərdə, bu zonada zavod fabriklər də çoxdur. Həm də ki, şirkət işləri də az deyil. Və kifayət qədər vakansiyalar var. Yəni yaşamaq üçün, işləmək üçün və təbii ki, universitetlər də var bu zonada. İşləmək üçün, oxumaq üçün pis yer deyil. Dostlar, mənə tez-tez sual verilir ki, Polşada hansı şəhərdə yaşamaq daha yaxşıdır, daha əlverişlidir və s. Bu sualın bir mənalı cavabı yoxdur. Çünki adama görə dəyişir. Adam var kiçik şəhər xoşlayır, adam var sakit şəhər xoşlayır, adam var səs-küy xoşlayır, mərkəz yerlər xoşlayır və s. Və sənin əslində gəlib bu kimi seçimləri etməyin də biraz problem ola bilər. Niyə? Çünki sən birincisi dəqiqləşdirməlisən, nə üçün gəlirsən? Təhsillə gəlirsənsə, hansı universitet? Harada oxuyacaqsan? Elə universitet var, məsələn, həftə sonlarıdır. Məsələn, sən Krakovda da universitet, sən Varşavada yaşayırsan və s. Başqa cürə ola bilər. İş üçün gəlirsənsə, sənin məsələ üçün rəsmi işin haradadır? Məsələn, Poznandırsa, sən artıq mən Poznan yox, başqa şəhər istəyirəm desən, gərək onda sənə yeni iş izni çıxsın başqa şəhərdə. Yəni bu bir mənalı deyə bilməzsən ki, hə qardaş, mən iminli oranı istəyirəm və s. və s. Sən yəni işə gəlirsənsə, deyək ki, və ya təhsilə gəlirsənsə, o şəhərə uyğunlaşmalısan. Daha doğrusu o şəhərin birinci araşdırmasını aparmalısan. Ondan sonra artıq gələndə sən hazırlıqlı olursan, haradasa müəyyən qədər adaptasiya olmuş olarsan, məlumatın da olar
və uyğunlaşmaq da daha tez ola bilər sənin üçün. Və onu deyim ki, Polşada hətta 10 minlik şəhərdə belə leqallaşıb normal yaşamaq olar. Çünki mən özüm də daha əvvəl kiçik şəhərdə yaşamışam. Bu 60 minlik şəhər idi. Şəhər normal idi, kiçik idi və hər şey əlinin altındaydı. Oranın da maraqlı yerləri var idi, gəzməli yerləri var idi. Yaşamaq üçün hər cür şərait var idi. Yəni ki, iş, güc, hər şey var idi. Amma sən daha böyük şəhər istəyirsənsə, o zaman təbii ki, sənə Varşava, Krakov, Gdansk, Poznań, Wrocław kimi böyük şəhər, Lodz kimi şəhərlər uyğun ola bilər. Yox, sən balaca şəhərlər istəyirsənsə, amma eyni zamanda böyük şəhərə də marağın varsa, o zaman sənə maraqlı olar böyük şəhərin yanında kiçik bir qəsəbədə yaşamaq. Bu da maraqlı bir variantdır. Və yaxud da tam sakitlik istəyirsənsə, o zaman kiçik bir şəhərlər sənə uyğundur, o da doludur. Və həmin o kiçik şəhərlərdə belə çox böyük imkanlar var və hətta bir 10 minlik balaca şəhərlərdə belə ətrafda zavod, fabrik və yaxud da ki, başqa imkanlar var. Və yaxud da sənin işin onlayndır, sakit bir yer istəyirsən, heç də kötüsən bir sakit yerə yaşayırsan da heç bir problem yoxdur. Əsas məsələ odur ki, sən gəlib Polşada leqallaşmağına diqqət eləyəsən. Çünki bəzən məsələ üçün sən hardasa yaşayırsan, amma deyək ki, işin başqa bir voyvodствada bölgədədir və yaxud da ki, təhsilin başqa bölgədədir. Sən orada yaşayırsansa, orada qeydiyyatdan keçməlisən, harda yaşayırsansa qeydiyyatdan keçməlisən və bunu bu barədə sən miqrasiya idarəsinə məlumat verməlisən ki, gələcəkdə problemlərin olmasın, oturum kartı almaqda da çətinliklər çəkməyəsən. Baxın, bu da Katowice şəhəridir. Çox böyük şəhərdir, amma kifayət qədər imkanlara sahib bir şəhərdir. Mənim Polşada bəyənmədiyim şəhər yoxdur. Bir çoxlarında olmuşam. Hərəsinin özəlliyi var, hərəsinin gözəlliyi var, imkanları var. Evli olmasaydım, hərəsində bir 3 ay, 5 ay yaşayardım. Oo, səsə bax. Səs necə də oxuya qoyuyor. Deməli, Katowice'də maraqlı bir yerə gəldik, çatdıq. Bura gəlməyimizin əsas səbəblərindən biridir. Baxın, Hasan Kabab. Soydaşlarımıza məxsusdur. Gedək görək içəridə nə var, nə yox. Hasan Kabab. Dzień dobry. Salam aleykum. Necəsən? Normal nə yox? Ha kişi nətərsən? Yaxşı olasan. Xeyirli olsun. Sağ ol qardaş, sağ ol. Xoş gəlsən sən. Lahmacunda dönəriniz hazırdır. Kababımız hazırdır. Buyurmuş olsun. Sağ olun. Artıq sifarişlərimiz hazırdır. Baxın, boşqafda dönər. Bu, görürsünüz, bu nə boydadır bu? Lahmacunda dönər kabab. Bu isə şaurma. Bunların hamısı Polşada çox populyardır. Katowice'də bunları populyar eləyən isə Hasan Kababdır. Dostlar, Katowice'də Hasan Kababda yaxşıca yedikdən, içdikdən sonra artıq şəhəri gəzmək vaxtıdır və videonu da bunda yekunlaşdırıram. Bax, belə bir məkandayıq. Çalışın ailənizlə birgə vaxt keçirməyi unutmayın və imkan olduqca dünyanı gəzin, dolaşın, tanıyın.